3-cü sinif riyaziyyatdan tapşırıqların izahını verəcəm. İzahlarımız körpü nəşriyyatındandır. Səhifə 20-21-də yer alır. Birinci tapşırıqdan başlayaq. İfadə verib bizə, ifadə vurmanın hansı ifadədə vurmanın hansı xassəsi öz əksini tapmışdı? Baxaq. Yazıb A vuraq B. A vuraq B, vuraq C. Mötərizədən. A vuraq B, vuraq C. C-ni A-ya vurub. A vuraq C. Üstə gələk. B vuraq C. Bu isə vurmanın paylama xassəsinə uyğun gəlir. Hansı ifadə 14 vuraq 5 xassəsinə uyğundur? Baxaq. Baxırıq əziz şagirdlər. Burada yazıb 5 üstə gələk 9. 5-in üstünə 9 yəni neçə eləyir? 14. 14 vuraq 5 deməkdir bu. 14'ü 5'e vuranda 70 edir. Elə doğru cavab A edir. Burada baxın 7 dəfə 7'nin 49 edəcək. 49'da 5'e vuranda daha böyük bir cavab alacağıq. Burada 8 üstə gələk. 5 13 edir. 13 vuraq 6'dır bu. Aha, baxaq növbəti tapşırığa. Şəkilə əsasən uyğun ifadə hansıdır? Baxaq. Baxırıq sətirlərin sayına 1, 2, 3, 4, 5. 5 sətirimiz var. Hər sətirdə neçə yaşıl dama kvadrat var? 1, 2, 3, 4, 5, 6, 7. 7. 5 vuraq 7. Burada isə baxırıq bənövşəyi rənglərə. 5 sətir var. 1, 2, 3, 4, 5. Neçə dama var? 1, 2, 3, 4, 5. Olacaq 7 vuraq 5. Üstə gələk. 5 vuraq 5. Sətirlərin sayını hər sətirindəki rəngli xanaların sayına vururuq. Doğru cavab edir B bəndi. Növbəti tapşırığa baxaq. Bir qutuda hər cərgədə 7 şüşə olmaqla 7 cərgə meyvə şirəsi var. 9 belə qutuda neçə şüşə meyvə şirəsi var? Bu məsələnin həllini uyğun düzgün ifadəni göstər. Həllinə aid uyğun düzgün ifadə göstərir. Bir qutuda hər cərgədə 5 şüşə olmaqla hər cərgədə 5 şüşə olmaqla 7 cərgəmiz var. Dokuz belə qutuda neçə şüşə meyvə şirəsi olar? Olacaq 5'i 7'ye vururuq. Həmli ifadəni də 9'a vururuq. 5 vuraq 7 vuraq 9. Doğru cavab olur B bəndi. 5-ci misala baxaq. Boşluqların yerinə uyğun rəqəmləri yazın. Baxaq. Baxırıq ki, vurmanın paylama xassəsidir. 3 vuraq neçə? 3 vuraq 7. Üstə gələk. 8 vuraq neçə? 3. 7 və 3. Doğru cavab olur C bəndi. 6-cı tapşırığa baxaq. Verilmiş ifadələrdən hansı yanlışdır? 4 vuraq 5. 4 vuraq 5 yazıb. Sonra isə üstə gələk 7 yazıb. Yəni qruplaşdırma olsaydı, qruplaşdırma xassəsi olsaydı 4 vuraq 5'i yazardı. Burada da baxın vuraq 7 olardı. Amma burada nə yazıb? Üstə gələk 7. Elə yanlış olan olacaq A bəndi. B'yə baxaq. Qruplaşdırma xassəsidir. 2'yi vuraq 6'nı qruplaşdırıb. Aha. Sonra 9'a vurub. Bəli, düzgündür. Burada isə paylama xassəsidir. 3'ü 4'ə vurub, 8'i 4'ə vurub. Bu da doğrudur. Baxaq növbəti tapşırığa. Yarışda hər birində 4 qız və 7 oğlan olmaqla 8 komanda iştirak edirdi. Müəllim şagirdlərə yarışda cəmi neçə şagirdin iştirak etdiyini ifadə quraraq müəyyənləşdirməsini tapşırdı. Əli bu ifadənin həlli Əliyə aid olacaq. İfadəsini qurdu və bunun doğru olduğunu söylər. Nərgiz isə bununla razılaşmır. 7 vuraq 4, vuraq 8 ifadəsinin doğru olduğunu fikirləşir. Bu ifadəni Nərgiz qurub, bu ifadə Nərgizə aiddir. Şagirdlərdən hansı doğru söylədiyini tapın. Baxaq. Baxın əziz şagirdlər, 4 qız, 7 oğlan olmaqla 8 komanda iştirak edirdi.
Komandada 4 qız var, 7 oğlan var və 8 komanda. Necə qura bilərik? Qız və oğlanların sayını toplaya bilərik. Vurarıq 8-ə. 4 qız, 7 oğlan. Vuraq komandaların sayına. 8 komanda iştirak edirdi. Aha. Buradan aydın olur ki, hansı ifadə doğrudur. Burada da paylama hadisəsinə görə yazsaq, 4 vuraq 8, üstə gələk, 7 vuraq 8, əlinin fikri doğru olacaq. Lalə isə deyir ki, qızların sayını oğlanların sayına vururuq. Sonra komandanın sayına vururuq. Lalənin fikri əlbəttə ki, yanlışdır. Bizdən soruşur ki, şagirdlərdən hansının fikri doğrudur? Doğru fikir soruşur. Əlinin fikri doğrudur. Baxırıq 8-ci tapşırığa. Şəkilə uyğun ifadəni tapın. Baxırıq sətirlərin sayına. 1, 2, 3, 4. 4 sətir var. Görürük ki, sətirlərin sayı eynidir. Burada da 4-dür. Hər sətirdə neçə dairə var? Burada da 2, burada da 2. Yəni olacaq 4 vuraq 2, vuraq 2. Doğru cavab olur A bəndi. 9-cu tapşırığa baxaq. Misalları həll edin. Misalları həll edin. Burada gördüyümüz kimi vurmanın paylama hadisəsi olacaq. 2-ni vururuq 5-ə, üstə gələk. 7-ni vururuq 5-ə. 2 dəfə 5-in 10, üstə gəlir. 7 dəfə 5-in 35. Cavab edəcək 45. Burada qruplaşdırma hadisəsidir. 5-i 8-ə vuranda edir 40. 40-ı da 9-a vuranda necə vururuq? Öncə 4-ü 9-a vururuq. 4 dəfə 9-un 36, ardına isə bu sıfıra əlavə edirik. 360. 2-ni 1-ə vursaq 2, üstə gələk. 4-ü 6-ya vursaq 24. 2-nin üzərinə 24 gələndə edir 26. Baxaq 10-cu misala. Bərabərliyin doğru olması üçün nöqtələrin yerinə hansı rəqəm yazılmalıdır? Baxaq. 6-nın üzərinə 8 gələndə neçədir? 14. 14-ü 5-ə vuranda 70 edir. Yəni biz burada 70 alırıqsa, ümumi bərabərliyin sol tərəfini həll edib 70 alırıqsa, biz bərabərliyin sağ tərəfində həll edəndə 70 almalıyıq. Bəs biz 7-nin üzərinə neçə gələk ki, 7-yə vuraq 70 etsin. 7-nin üzərinə 4 gəlsə edir 11. Bax, bura 4 yazsaq 11. 11-i 7-yə vursaq 77-dir. 4 yaza bilmərik. Bura 5 yazsaq, 7-nin üzərinə 5 gəlsək edir 12. 12-ni 7-yə vursa edir 84. Bizə lazımdır 70 etsin. 5 də uyğun gəlmir. 3 yazsaq, 7-nin üzərinə 3 gəlsək, edəcək 10. Onu da 7-yə vursaq, edir 70. 70 bərabərdir 70-ə. Doğrudur. Demək ki, boşluğa 3 yazmalıyıq. Baxaq, 21-ci səhifəyə baxaq. Vurmanın paylama hadisəsindən istifadə etməklə misalları həll edin. Həll edək. 8 vuraq 8, üstə gələk. 8 vuraq 8. 8 dəfə 8-in 64, üzərinə gəlirik. 8 8-ə vuranda 64. 64-ün üzərinə 64 gələndə edəcək 128. 5 vuraq 7, çıxaq 5 vuraq 2. 5 dəfə 7-nin 35, çıxaq 5 dəfə 2-nin 10. 35-dən 10 çıxsaq edir 25. Davam edək. Vurmanın qruplaşdırma hadisəsindən istifadə etməklə hasili tapın, tapaq. Öncə bizə asan olsun deyə necə qruplaşdıra bilərik? 5 vuraq, 3 vuraq, 3-ü qruplaşdıraq. 5 vuraq, 3 dəfə 3-ün 9, 5-i də 9-a vursaq edir 45. Növbəti misala baxaq. Burada istəyimizə uyğun qruplaşdıra bilərik. Hər ikisində yox. Öncə 2-ni 6-ya vursaq, 12-ni 3-ə vurmaq sizin üçün bir qədər mürəkkəb ola bilər. Ona görə öncə 3 vuraq 2-ni qruplaşdırırıq.
Sonra isə 6-ya vururuq. 3 dəfə 2-nin 6, 6-nı da 6-ya vursaq edir 36. Növbəti 3-cü tapşırığa baxaq. Vuruqlardan birini iki uyğun ədədin cəmi yaxud fərqi şəklində yaz və hasili tapaq. Vuruqlardan birini iki rəqəmli ədədi daha rahat uyğunlaşdırıb yaza bilərik. 5 vuraq, 10 üstə gələk 5 yaza bilərik. 5'i vurarıq 10'a, üstə gələk 5'i vururuq 5'ə. 5'i 10'a vursaq 50, üzərinə 25 gəlsək edir 75. Davam edək. 16 vuraq 8. Çıxma şəklində yazsaq 20 çıxaq 4 kimi göstərə bilərik. 16-nı 20-dən 4 çıxanda 16-sı qalır. Vuraq 8. 20-ni 8'ə vurarıq, çıxaq. 4'ü 8'ə vurarıq. 20'ni 8'ə vursaq 160, çıxaq 4 dəfə 8'in 32. 160'dan 32 çıxsaq qalır 128'i. Davam edək. 12 vuraq 8. 12'ni göstərək 10 üstə gələk 2 kimi vuraq 8'ə. Paylama xassəsinə əsasən mötərizənin üçün vurub açaq. 10'u 8'ə vuraq. Üstə gələk 2'ni 8'ə vuraq. 10'u 8'ə vursaq 80. 2'ni 8'ə vursaq 16. 80'in üzərinə 16 gələndə edir 96. Davam edək. Hansı ifadə 12 vuraq 6 hasilinə uyğundur? Baxaq. Yedinin üzərinə 5 gəlsək edir 12. Bax, bura 12'dir. 12 vuraq 6. Elə A bəndə uyğun gəlir. 2 dəfə 6'nın 12, bu 12 vuraq 5 edir. Uyğun deyil. Burada da 13 vuraq 6 edir. Baxaq növbəti təsvirə. Şəklə uyğun ifadə hansıdır? Baxaq. 1, 2, 3, 4, 5. 5 sətir var. Burada isə burada da yəni eyni bərabər olacaq 5 sətir var. Hər sətirdə burada 1, 2, 3, 4 rəngli dama var. Burada isə 1, 2, 3, 4, 5, 6. 6 rəngli dama var. Yəni ümumilikdə 4, burada 6. Bir sətirdə ümumi neçə dama var? Bunu tapmaq üçün 4'ün üzərinə 6'nı gəlirik. Vururuq sətirlərin sayına 5'ə. Doğru cavab olur C bəndi. Uyğun riyazi ifadənin verildiyi düzgün variant hansıdır? 12 ilə 8 və 5 ədədlərinin hasili. 12 ilə 12 ilə 8 və 5 ədədlərinin hasili. 12 ilə 8 və 5 ədədlərinin hasili bu cür olar. Məsələn, burada ifadədə bir qədər düşünürəm səhvlik var. Çünki burada versəydi 12 və 5 ədədlərinin cəminin hasili B-ni götürə bilərdik. 12 ilə 8 və 5 ədədlərinin fərqinin hasili desəydi C-ni götürərdik. 12 ilə 8 və 5 ədədlərinin hasili 12 vuraq 8 vuraq 5 deməkdir. Baxaq növbəti 7-ci tapşırığa. Paylama xassəsindən istifadə edərək yazıldığı variant hansıdır? Baxaq. Paylama xassəsindən harda istifadə edib? 8 vuraq 2. Mötərizənin üçün vurub açıb. Üstə gələk. 7 vuraq 8. Elə doğru cavab olur A bəndi. Burada məsələn olmalı idi. 7 vuraq 5 çıxaq 3 vuraq 5. Bu qaydada olmalı idi. Həmçinin burada 4 vuraq 2 üstə gələk 9 vuraq 2 olmalı idi. Hər ikisi yanlışdır. Doğru cavab olur A bəndi. Bir yeşikdə hər cərgədə 8 şüşə olmaqla 4 cərgə limonad var idi. Baxın, əziz şagirdlər, hər cərgədə 8 şüşə olmaqla 4 cərgə. 6 yeşikdə
Neçə şüşə limonad var? Bu məsələnin həllinə uyğun ifadə hansı bənddə verilmişdir? Olacaq 8, şüşələrin sayını vuruq cərgələrin sayına, sonra da vuruq yeşiklərin sayına. 8 vuraq 4 vuraq 6. Hardadır? Doğru cavab olacaq B bəndi. Bağda hər cərgədə 4 ağac olmaqla 3 cərgə alma ağacı əkilib. Hər cərgədə 4 ağac var və 3 cərgə var. 4 dəfə 3-ün neçə eləyir? 12. Buradan aydın olur ki 12 alma ağacı var. Bizdən soruşur, armud ağacları alma ağaclarından 5 dəfə çoxdur. Armud ağacları neçə dənədir? Neçə armud ağacı var? Baxın əziz şagirdlər, bağda hər cərgədə 4 ağac olmaqla 3 cərgəmiz varsa, bizim 12 alma ağacımız var. Alma ağacından 5 dəfə çox armud ağacımız varsa, bu alma ağacının sayını 5'ə vurmaq deməkdir. Bu isidir 60 armud ağacı. Neçə armud ağacı olacaq? 60 armud ağacı olacaq. Baxaq sonuncu 10-cu tapşırığa. Gün ərzində nə qədər dondurma satılmışdır? Gün ərzində satılan dondurmaları belə bir sxem üzərində verib bizə. Baxırıq. Şokoladlı dondurma var. Bir də bananlı dondurma var. Bananlı dondurmaların baxın. Çəhrayı rəngdə verilibdir. Bir dənəsi 4'ə bərabərdir. 4 ədəd deməkdir. Bu şəkildə bir dənə bu şəkil 4 dənə dondurma deməkdir. Şokoladlı dondurmalarda isə bir dənə təsvir, bir dənə bu şəkil 3 ədəd dondurma deməkdir. Baxın, elə düşünün ki, bu 4 dənə dondurmaya bərabərdir. Bunlar isə 3 dənə dondurmaya bərabərdir. 4 üstə gələk. Burada neçə dənə 3 var? 4 dənə 3 var. 4 vuraq, 3 vuraq, 4 kimi götürək, yaxşı. Bu edəcək 4, 3 dəfə 4'ün 12, 4'ün üzərinə 12 gəlsək, edəcək 16. Cəmi 16 dondurma buradadır. Burada isə 4, 4, bunlar isə 300 kimi götürük. 4 vuraq 2, üstə gələk 3 vuraq 2. 4 dəfə 2'nin 8, üstə gələk 3 dəfə 2'nin 6. 14 dondurma da burada satılmışdır. Gün ərzində satılan dondurmaların ümumi sayı 16 üstə gələk 14 bərabərdir 30. Cəmi 30 dondurma satılmışdır. Doğru cavab olur B bəndi. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.